Son günlər sosial şəbəkələrdə maraqlı və bir qədər də təəccüblü bir məlumat sürətlə yayılıb. Bildirilir ki, Çində bəzi şəxslər qızıl əldə etmək məqsədi ilə köhnə və istifadədən çıxmış sim kartları kütləvi şəkildə satın alırlar. Məlumata görə yerli emalçılardan biri bu proseslə bağlı görüntülər paylaşaraq diqqət mərkəzinə düşüb. Həmin şəxs sosial şəbəkə hesabında 2 ton köhnə sim kart topladığını və xüsusi emal prosesi nəticəsində onlardan 191 qram qızıl əldə etdiyini nümayiş etdirib. Paylaşılan video qısa müddət ərzində böyük marağa səbəb olub. Görüntülərdə sim kartların xüsusi kimyəvi və texnoloji üsullarla parçalanaraq tərkibindəki qiymətli metalın ayrılması prosesi əks olunub. Məlumdur ki, elektron tullantıların, xüsusilə də telefon, kompüter və digər mikroçiplərin tərkibində çox cüzi miqdarda qızıl və digər qiymətli metallar mövcuddur. Qızıl elektrik keçiriciliyi yüksək olduğu və oksidləşməyə davamlı olduğu üçün elektronika sahəsində geniş istifadə olunur. Sim kartlar da kiçik mikroçiplərdən ibarət olduğu üçün onların tərkibində az miqdarda qızıl olur. Lakin bu miqdar olduqca cüzidir və ciddi nəticə əldə etmək üçün tonlarla material toplamaq lazımdır. Videonun yayımlanmasından sonra bir çox insan bu üsulu asan qazanc yolu kimi dəyərləndirərək köhnə sim kart toplamağa başlayıb. Sosial şəbəkələrdə bununla bağlı elanların sayı artıb, hətta bəzi şəxslər istifadə olunmuş kartları yüksək qiymətə almağa hazır olduqlarını bildiriblər. Bununla belə mütəxəssislər xəbərdarlıq edirlər ki, belə emal prosesi həm mürəkkəb, həm də təhlükəlidir. Qızılın ayrılması üçün istifadə olunan kimyəvi maddələr insan sağlamlığı və ətraf mühit üçün ciddi risk yarada bilər. Bundan əlavə 2 ton materialdan cəmi 191 qram qızıl əldə edilməsi göstərir ki, bu proses böyük zəhmət, xərc və vaxt tələb edir. Toplama, daşınma, emal və təhlükəsizlik xərcləri nəzərə alındıqda real qazanc düşünüldüyü qədər yüksək olmaya bilər. Mənim fikrimcə bu cür videolara əsaslanaraq düşünmədən addım atmaq doğru deyil. Elektron tullantıların təkrar emalı əlbəttə ki, vacib və faydalıdır. Lakin bu sahə fərdi şəkildə və primitiv üsullarla deyil, peşəkar və təhlükəsiz müəssisələr tərəfindən həyata keçirilməlidir. Sosial şəbəkədə yayılan hər asan qazanc iddiası reallıqda eyni nəticəni vermir. Ona görə də insanlar riskləri və real xərcləri nəzərə almadan belə işlərə girişməməlidirlər.